Şəxsi tikili 2 sot torpaq sahəsində tam paket kupça, yəni torpağın və evin kupçası olan belə bir gözəl, ideal bir həyət evi təqdim edirəm sizlərə, dəyərli izləyicilər. 2 mərtəbə, 4 otaqdan ibarətdir və bütün əşyaları ilə birlikdə satılır. İnşa olunduğu ərazidə ön cərgədə yerləşir. Qarşısı tam açıqdır. Mərtəbə arası monolit betondur. Bir daha qeyd edirəm. Şəxsi tikili tam paket kupça. Mükəmməl bir ərazi. Xırdalan şəhərində 2-ci milyonerlər məhəlləsi deyilən ərazidə yerləşir. Əla bir təklifdir. Alıb dərhal köçüb yaşaya bilərsiniz. Evin açarı dərhal təhvil veriləcək. Qalxdıq 1-ci mərtəbəyə. Burada teras kürsülü evdir. Həyətinə rahatlıqla avtomobil daxil olur. Hətta avtomatik darvaza qoymaq da imkanınız var. Daxil olduğu evimizin 1-ci mərtəbəsinə döşəmə 1-ci növ parket. Çox mükəmməl, ideal şəkildə təmir olunub və bütün əşyaları ilə birlikdə satılır, dəyərli izləyicilər. Mərtəbə arası monolit beton, gördüyümüz pilləkən monolit beton. Burada yerləşir mətbəximiz. Mətbəximiz də geniş ölçüdədir. Tam mətbəx mebeli ilə təchiz olunub, bütün elektronika daxil. Qiymətə gördüyümüz hər bir şey daxildir. 1-ci mərtəbənin sanuzel qovşağı burada yerləşir. Aksesuarlarla təchiz olunub. Uzun müddətdir ki, evdə yaşayış yoxdur. Yəni ev sahibi şəhərdə yaşayır. Burada kombi otağımızdır. Evin arxasına keçməyə ərazimiz var. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə yerləşir 3 geniş yataq otağı və sanuzel qovşağı. 2 mərtəbə 4 otaqdan ibarət şəxsi tikili ideal bir həyət evi təqdim edirəm sizlər üçün. Yerləşmə yeri Xırdalan şəhərində 2-ci milyonerlər məhəlləsində. Bu ərazidə torpağın sotu artıq 30-35 mindir. Yəni 2 sot torpaq sahəsində yerləşir. Gözəl bir tikilidir. Qiymət də əla bir qiymətdir. Bugünkü gün pula ehtiyac olduğu üçün dəyərindən qat-qat aşağı bir qiymətə təklif olunur. 3 yataq otağımız var. Otaqlardan biri şəxsi əşyalar olduğu üçün bağlıdır. Mən isə 2 yataq otağını təqdim edəcəm. Vitraj pəncərə ilə birbaşa həyətə baxan otaqlarımızdır. Digər otağımız burada yerləşir, dəyərli izləyicilər. Bu otaqdan da eyvana çıxış var. Görürsünüz, geniş şəkildə də eyvan hissəsi var. Ətraflı məlumat üçün dəyərli izləyicilər, buyurub əlaqə saxlaya bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.